Çin mənşəli süni intellekt vasitələrinin bazarda böyük səs-küy yaratdığı bir zamanda TikTok'un sahibi olan ByteDance şirkətinin və Hong Kong Universitetinin birlikdə hazırladığı yeni Goku adlanan süni intellekt modeli deyəsən növbəti şok dalğasına səbəb olacaq. Əsasən OpenAI-ın Sora modelinə rəqib olaraq bazara çıxacaq süni zəka aləti mətndən foto, mətndən video və fotodan video yaratma kimi xüsusiyyətlərə malik olacaq. Amma Gokunu önə çıxaran ən önəmli özəlliyi Goku Plus ilə istifadə oluna biləcək marketinq alətləridir ki, siz onun vasitəsilə həm insan, həm də məhsullarla bağlı peşəkar reklam ssenariləri yarada və onları vizuallaşdıra bilərsiniz. Hətta iddia olunur ki, bu video reklamlar üçün xərclənən marketinq büdcələrini 100 dəfə daha azaldacaq. Görüntülərə nəzər saldıqda Gokunun doğrudan da hiperrealistik insan imicləri yarada bildiyini, sabit əl hərəkətləri, üz ifadələri və bədən hərəkətlərini asanlıqla emal etdiyini görürük. Həmçinin təkcə insan görüntüləri deyil, o cümlədən məhsul təqdimatı və reklamı üçün videoların hazırlanmasında da Goku zəkasının keyfiyyətli iş ortaya qoyduğu aydın hiss edilir. Bəs sizcə, bu tip süni intellekt alətləri marketinq dünyasını necə dəyişdirə bilər? Rəy bölməsində fikirlərinizi yaza bilərsiniz. Azercell'in təqdimatında daha çox süni intellekt məlumatları üçün isə kanala abunə olmağı və videonu faydalı bildinizsə, ən yaxın dostunuza göndərməyi unutmayın.